ki, bu sınağa baxaq. Birinci sualdan davam edək. Bilirik ki, bizim birinci sualımızda 13 sualımız qrammatikanı əhatə edir. Birinci suala diqqət edirik. Make progress ilə işlənir. Proud of-la ingilis dilində olan inkişafdan danışdığı üçün proud of, in of düzgün variant C variantı olacaqdır. Və digər birinci testin düzgün cavabı C variantı. Daha sonra digər testlə davam edirik. Passive voice, məchul növ. Məchul növdə who, məchul növə çevriləndə ya who, by, ya da by əvvələ keçir, by who-la əvəz olunur. Belə ki, burada düzgün variant A variantıdır. B variantı niyə səhvdir? To be ilə bin işlənməz məchul növdə. Who, by olan hissədə ar əvvələ keçməli idi. D variantında ar əvvələ keçməli idi. Y variantınsa səhvi. Köməkçi feildən sonra xəbər olmaz, mübtəda olmalıydı. Belə ki, düzgün variant A variantıdır. Üçüncü sualdan davam edirik. Mürəkkəb tamamlıq qaydasıdır. Tel üçüncü qrupdur. Teldən sonra biz bir araya söz girir və daha sonra to işlənməlidir. Düzgün cavab B variantı olacaqdır. Dördüncü sualdan davam edirik. Close meaning yaxın mənalıdır. Proclaimed elan etmək, declare elan etmək düzgün cavab C variantı olacaqdır. Beşinci sual correct düzgün deməkdir. Right, accurate bir C. Remind xatırlatmaq, help somebody remember something B. Üç separate bölmək, parçalamaq A variantı. C, A, B variantlarını seçsək düzgün variant D variantı olacaqdır. Altıncı sualdan davam edirik. Biz həmişə deyirik vergül but funksiyasına bərabərdir. Yəni bir tərəfdə inkar olmalıdır. Cümlə təsdiqdərsə burada not inkar verməliyik. Notları yoxdur. Digər tərəfdə həz köməkçi feildir. Deyirik həzin yanında P2 feil işlənəndə həz burada köməkçi olur. Yəni həz not, she düzgün variant C variantıdır. 7-ci sualdan davam edirik. Uzlaşma dərsidir. Apostrofdan S-dən sonraki sözə baxırıq. Pictures cəmdə olduğu üçün xəbər cəm, are, digər hissədə verilib were, düzgün cavab 2-4 D variantı olacaqdır. Daha sonra 8-ci sualdan davam edirik. Modallara aiddir. 1 səhvdir, had to sualda əvvələ keçməz. 4 səhvdir, having to-su yoxdur. Düzgün cavab 2-3 A variantı olacaqdır. 9-cu sualdan davam edirik. Zaman budaq cümləsi. If-dən sonra indiki zaman, digər tərəfdə gələcək və indiki zaman ola bilər. Baxırıq C və D variantına. Əgər C variantında lessondan sonra S qəbul etsəydi düz olardı. Düzgün variant D variantı olacaqdır. Digər variantlara nəzər salaq. İndiki zamandan keçmişlər uzlaşmaz. Lessonla shall uzlaşmaz. 10-cu sualdan davam edirik. Cümlə inkardadırsa biz so yaza bilmərik. Daha sonra baxırıq burada köməkçi feil have olduğu üçün do-nu istifadə edə bilmərik. Düzgün variant B variantı. 11-ci sualdan davam edirik. Nöqtələrdən sonra time sayıla bilmir. Fiil işlənməz, mail işlənməz. Eloton of-u yoxdur. Enough düzgün variant G variantı olacaqdır. Daha sonra 12-ci sualdan davam edirik. Sifətlər istəyir. Bizdən healthy, attractive düzgün variant C variantı olacaqdır. Flavor dad, beauty gözəllik, D variantı pomegranate nar, Y variantı mükafat, göydələn. 13-cü sualdan davam edirik. Düzəltmə isimlər 3-4 şəkilçilərə nəzər yetirək. Düzgün cavab 3-4 olacaqdır. Bu qədər. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın.